إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له ونشهد أن لا إله إلا الله وحده لا شريك له ونشهد أن محمدا عبده ورسوله يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم فمن يطع الله ورسوله فقد فاز فوزا عظيما أما بعد فإن أصدق الحديث كلام الله وخير الحادي هدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها وكل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. Könül istəyərdi ki, bu bayram xütbəsində sizləri nafilə ibadətlərə, sədəqələrə, gecə namazlarına və nafilə oruclara təşviq edeyim. Sizlərə həccin və ümrənin fəzilətindən danışım. İtirdiyimiz izzətimizi yenidən qazanacağımız salih əməlləri nəfsimə və sizlərə xatırladım. Lakin yaralarımızı bağlamadan, xəstəliklərimizi müalicə etmədən bunları etmək mümkün görünmür. Etməyə çalışsaq da müvəffəq ola bilməyəcəyik. Necə ki, illərdir ola bilmədiyimiz kimi. Bu kürsüdən çox az sayda qardaş var ki, 2 bayram ardıcıl görə bilirik. Hər çıxan fitnə, hər əsən külək nələrisə, kimləri salıb aparır. Şübhəm yoxdur ki, bizə müxalif olan toplumlar da bir-birinə buna bənzər sözlər deyirlər. Çünki bütün toplumlarda vəziyyət demək olar ki, bənzərdir. İnsanlar bir etiqad üzərə sabit qala bilmirlər. Üstəlik dəyişikliklər çox sürətli gedir və inkişaf edən texnologiyanın təsiri ilə bu sürət demək olar ki, gündən-günə artır. Bəs dəyərli müsəlmanlar, buna səbəb nədir? Bizlər müsəlman toplumlar olaraq bu təsirlərdən necə qoruna bilərik? Harda səhv eləyirik ki, sabit qala bilmirik? Doğru suallar və bu suallara veriləcək doğru cavablar inanın ki, Allahın izni ilə yaralarımızı sarmaqda bizə çox köməkli eləyəcək. İmam Məlik bin Ənəsə, rahiməhullah, aid edilən məşhur bir kəlamda İmam Məlik belə deyir. Həqiqətən, bu ümmətin sonu onun əvvəlinin islah olduğu şeylə islah olmazsa düzəlməz. Allah İmam Məlikə rəhmət etsin, necə də gözəl deyir. Və bizlər bugün keçmişə qayıdaraq bu ümmətin əvvəlinin nə ilə islah olduğuna baxacağıq. İslah olmaq istəyiriksə, bu dərmanı mənbəyindən tapıb alacağıq ki, Allahın izni ilə şifa tapaq. Bugün insanlara xitab edən, xütbə verib dərs keçən kimə qulaq assanız, hər birisi deyir ki, Qurana və sünnətə tabi olmaq lazım. Hədisləri inkar edib sadəcə Quran yetər deyənlərdən heç danışmaq belə istəmirəm. Bəli, bu dinin əsas qaynaqları Quran və sünnətdir. Necə ki, Rasulullah sallallahu aleyhi və səlləm vəda xütbəsində belə deyirdi. Sizə 2 şeyi qoyub gedirəm. Onlara sarıldıqca əsla azmazsınız. Bunlar Allahın kitabı və mənim sünnəmdir. Bəli, Allah Rasulü sallallahu aleyhi və səlləm bizlərə 2 böyük əmanət qoyub getmişdir. O əmanətlər ki, Allah onları yeryüzünə bizləri zülmətlərdən nura çıxartmaq üçün göndərmişdir. Sadəcə insanların doğru anlamadığı bir şey vardır ki, ayət və hədisləri anlamaq üçün Allah Rasulü sallallahu aleyhi və səlləmin izahlarına da ehtiyac vardır. Diqqətlə dinləyin. Necə ki, ayətlərin nazil olma səbəbini Cibril aleyhissalamın Allah Rasulü sallallahu aleyhi və səlləmə izah etdiyi kimi. İmam Muhammed İbn Cərir Ət-Təbəri Cəmiul Bəyani fi Təfsiril Quran kitabında təfsirdə belə bir şey qeyd eləyir. Yəni, sizin də diqqətinizi cəlb edəcəyini düşündüyüm üçün bunu seçdim. Deyir ki, uca və məthə layiq olan Allah buyurur. Ey Muhammed, Quranı tələsik oxuma, onu insanlara oxuyub çatdırmağa tələsmə. Ona görə ki, onun mənaları sənə vəhy olunmazdan əvvəl sən onu başa düşməzsən. Belə ki, o,
Muhammed sallallahu aleyhi və səlləmi Allahın kitabından ona nazil olanları yazdırması və başqalarına oxuması səbəbi ilə məzəmmət etdi. Çünki Allah onun mənalarını ona izah etməmişdi. Ona belə deyilmişdi: onu heç kimə oxuma və yazdırma, ta ki biz onun mənasını sənə izah edənə qədər. Təsəvvür edirsiniz, Allah Azze və Cəllə vəhyini endirdiyi Peyğəmbərə onu məzəmmət eləyir ki, biz sənə hələ o mənalarını izah etməmişdik. Sən onu insanlara əbəs yerə yazdırdın və oxudun. Gözləməliydin ki, biz onun mənalarını da sənə izah edək. Və yenə İmam Təbərinin təfsirində qeyd olunur, deyir ki, İbn Abbasın tələbəsi, tabinlərdən olan İmam Qatadə, Qatadə ayət haqqında deyir ki, yəni ayətlərin mənasını sənə bəyan edənə qədər heç kəsə oxuma. Dəyərli qardaş və bacılarım, məsələnin ciddiyyətinə diqqət edin. Təfsiri açıqlanmadan, izahı öyrədilmədən vəhiy mühatabı olan Peyğəmbərə belə icazə verilmirdi ayətlər haqqında danışsın. Elə isə bizim kimi insanların halı necə olmalıdır? Gördüyünüz kimi Quran-ı Kərim Rasulullah sallallahu aleyhi və səlləmə sadəcə endirilmir, həm də təfsir edilirdi. Və Rasulullah da bunu səhabələrinə açıqlayır, Cibril aleyhissalamdan öyrəndiyi təfsiri səhabələrinə öyrədirdi. İbn Abbas radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bizə Quranı təfsir edərdi. Lakin riba ayətlərinin təfsirinə ömrü yetmədi. İmam Buxaridə keçir, bunu dəlil olaraq zikr edirlər ki, səhabələrə Quran-ı Kərim sadəcə Peyğəmbər tərəfindən ayətləri oxunmurdu, eyni zamanda ayə və ayə təfsir edilirdi. Və yenə İmam Müslimdə keçir, həmin bu sizə oxuduğum mənbə həm İmam Müslimdə keçir, həm İmam Buxaridə keçir, həm də digər təfsir kitablarında keçir. Sahabələr Rasulullah sallallahu aleyhi və səlləmi addım-addım təqlid etdilər. Ondan öyrəndilər, ondan öyrəndikləri kimi tabinləri ötürdülər. Bədir savaşında onların Allah Rasulü sallallahu aleyhi və səlləmə dedikləri sözlərdən də bunu açıq-aydın görə bilərsiniz. Yəni onların Rasulullaha necə itaət etdiklərini və tabeçilik göstərdiklərini. Allah Rasulü sallallahu aleyhi və səlləm Bədir döyüşü öncəsi Mədinədən çıxaraq Bədirə yaxınlaşanda sahabələrlə bəzi məsələləri istişarə etdi. Çünki Əqabə beyyəti zamanı ənsarlar Mədinə daxilində Peyğəmbər sallallahu aleyhi və səlləmi qoruyacaqlarına dair söz vermişdilər. Lakin Bədir Mədinənin xaricində idi və Allah Rasulü sallallahu aleyhi və səlləm onların fikrini almaq istəyirdi. Miqdad bin Amr radiyallahu ayağa qalxaraq dedi ki, ya Rasulallah, Allahın sənə əmr etdiyi şeyi yerinə yetir. Biz səninləyik. Vallahi biz sənə İsrail oğullarının Musaya dediyi kimi, get sən və Rəbbin vuruş, biz isə burada oturacağıq demərik. Əksinə biz sənə, get sən və Rəbbin vuruş, biz də səninlə birlikdə vuruşacağıq deyirik. Səni haqq ilə göndərən Allaha and olsun ki, sən dənizə girsən də biz sənin ardınca girərik və səndən heç vaxt ayrılmarıq. Bundan sonra Allah Rasulü sallallahu aleyhi və səlləm ənsarların cavabını gözləyirdi. Və ənsarlardan, o zaman ənsarların böyüklərindən olan Sa'd ibn Muaz radiyallahu anh deyir ki, ya Rasulallah, biz sənə iman gətirmişik, səni təsdiq etmişik, gətirdiyin haqqın doğru olduğuna şəhadət etmişik. Sən nəyi əmr etsən ona itaət edəcəyik. Allaha and olsun ki, əgər bizdən dənizə girib orada boğulmağımızı istəsən, heç birimiz tərəddüd etmədən səninlə birlikdə gələrik. Və yaxud da Meyrac hadisəsində İnsanlar Rasulullah sallallahu aleyhi və səlləmi yalanlayarkən Əbu Bakr radiyallahu anh'ın Muhammed elə deyirsə elədir deməsini misal verə bilərik. Hətta müşriklər heyrət içində soruşurlar ki, sən həqiqətən onun belə şey etdiyini düşünürsən? Əbu Bakr radiyallahu anh deyir ki, mən onda bundan daha qəribə olan bir şeyi təsdiq edirəm. O səhər axşam göylərdən gələn vəhy aldığını deyir və mən ona inanıramsa, bu xəbərə niyə inanmayım? Yəni sahabələr hər məsələdə Rasulullah sallallahu aleyhi və səlləmə beləcə itaət edirdilər və belə bağlıydılar ona. Və Ərkamın evindən başlayaraq tövhidi, fikri, təfsiri Allah Rasulü sallallahu aleyhi və səlləmdən birbaşa öyrəndilər. Bu səbəblə də elmdə onlardan daha güvənli heç kəs yoxdur. Allah Rasulü sallallahu aleyhi və səlləmin təfsirinə qısaca belə nəzər saldıq. İndi isə sahabənin Quran haqqında olunan elminə bir qədər diqqət yönəltmək istəyirəm. Əbu Saib Səlm ibn-i Cunadə rəvayət edir, deyir ki, bizə Əbu Muaviyyə rəvayət etdi, o da Əməşdən, o da Şəqiqdən rəvayət edir ki, Əli radiyallahu İbn Abbası, Allah onların hər ikisindən razı olsun, həccə rəhbər təyin etdi və İbn Abbas elə bir xütbə verdi ki,
Əgər onu türklər və rumlular eşitsəydilər, müsəlman olardılar. Sonra onlara Nur surəsini oxudu və onu təfsir etməyə başladı. Bugün bir çox məsələdə Quran zahirinə görədir, hədis zahirinə görədir deyənlərin əksinə, biz görürük ki, səhabələr belə insanlara Quran oxuduqları zaman Quranı təfsir edirdilər. İbn Abbasın təfsir barədə elmi öz dilindən belə açıqlanır. İndi diqqət edin, görün İbn Abbasın Quran təfsiri barədə elmi necədir? Təbəri qeyd edir Cəmiül Bəyanda, deyir ki, İbn Abbas deyir ki, mən Quranın hər bir ayəsini başdan sona nə vaxt, harda və kimin barəsində nazil olduğunu bilirəm. Yenə Abdullah ibn Məsud radiyallahu Quranın təfsirində alim olan səhabələrdən idi. İbn Məsud deyir ki, Quranın nazil olma səbəbləri haqqında, Quran haqqında elmi barədə deyir ki, Allaha and olsun ki, Allahın kitabından nazil olan hər bir ayət haqqında bilirəm ki, o harda və kimin haqqında nazil olub. Əgər Allahın kitabını məndən daha yaxşı bilən bir kəs olduğunu bilsəydim və ona çatmaq da mümkün olsaydı, mütləq onun yanına gedərdim. İmam Buxari nəql edir, yəni səhih nəqildir. Bunlardan başqa da təfsirdə alim olan səhabələr var idi və hətta səhabələr öz rəyi ilə Quranı təfsir edənləri qınayıb və insanları şiddətlə bundan çəkindirirdilər. Və ki, İbn Cərrah deyir ki, bizə Sufyan əs-Səvri danışdı, o Əbu Hüseyndən, o Əbu Abdurrahməndən, deyir ki, bir dəfə Əli ibn Əbu Talib radiyallahu, yəni hökm verən qadının, bir mühakimə, qazi deyə siz tanıyırsınız, qazinin, hakimin mühakimə prosesi zamanı yanından keçir və ona deyir ki, Quranda nəsx və mənsux olanları bilirsənmi? Yəni, hökmü qaldırılan ayətlərin və hökmünü qaldıran ayətlərin mənalarını bilirsənmi? Dedi ki, xeyr, bilmirəm. Təsəvvür edirsiniz, hökm verən hakimdir və nəsx və mənsuxu bilmir. Deyir ki, Əli radiyallahu ona, özün də həlak oldun, onları da həlak etdin. Başqa bir mənbədə bu sözləri xalqa xütbə verən biri üçün deyir ki, yəni, sən insanlara xütbə verirsən, Quranı təfsir edirsən, lakin nəsx və mənsuxu bilmirsən. Özün də həlak oldun, insanları da həlak etdin. Nəinki təfsir bilmək, nəsx və mənsux elmini bilmək. Ərəb dilini dərindən bilməyən biri elmdə öz rəyini necə irəli sürə bilər? Necə fətva verə bilər? Çox təəssüf ki, bugün Fatihə surəsini düzgün oxuya bilməyənlər meydanlarda böyük məsələlərin müzakirəsini edirlər. İbn Əbi Şeybə sənədi zikr etdikdən sonra nəql edir ki, deyir, Ömər radiyallahu anhu Əbu Musa əl-Əşəri radiyallahu anhuya məktub yazır. Məktubunda deyir ki, sünnətdə dərin elmə yiyələnin, ərəb dilində dərin elmə yiyələnin və Quranı erab edin. Həqiqətən bu Quran ərəbcədir. Diqqət edirsiniz, Ömər bin Xattab bunu ərəb olan bir qövmə, ərəb olan bir sahabəyə yazdığı məktubda deyir. Ərəblərə nəsihət edir ki, ərəb dilini dərindən öyrənin. Ərəblər belə ərəb dilini öyrənməyə möhtac ikən bizim halımız necə olmalıdır? Yenə tabinlərə baxdığımız zaman onların da Qurana kiminsə öz rəyi ilə yanaşmasına, eyni ilə səhabələr kimi qarşı çıxdıqlarını görürük. İbn Battə Əl-Ukbəri sənədi zikr etdikdən sonra tabinlərin imamı Əli ibn Əbu Talibin əshabının başı olan Həsən Əl-Bəsrinin belə dediyini nəql edir. Bir kim öz rəyi ilə Allahın kitabından bir ayəti təfsir edərsə, isabət etsə də əcr qazanmaz. Əgər xəta etsə, o ayətin nuru onun qəlbindən silinib gedər. Və sahabədən sonra tabiin nəsli gəlir ki, onlar da elmi sahabədən alanlardır. Məsələn, təfsir dedikdə ağla gələn ilk isim Mücahid ibn Cəbr rahiməhullah. Mücahid ibn Cəbr rahiməhullah İbn Abbasdan necə təfsir öyrəndiyini belə zikr edir. Deyir ki, Musafı, yəni Quranı 3 dəfə başdan sona qədər İbn Abbasa təqdim etdim. Və deyir, onu hər ayədə saxlayırdım və onun haqqında onun təfsirini soruşurdum. Və İmam Təbəri Cəmiül Bəyanda yenə bunu qeyd edir. Hətta Sufyan əs-Səvri rahiməhullah Mücahid haqqında danışanda deyir ki, onun elminin üstünlüyünü vurğulayaraq. Əgər deyirsə, Mücahiddən bir təfsir gələrsə, o sizə kifayət eləyər. Yəni, Mücahid rahiməllahın təfsirinin üstünə başqa bir təfsirə baxmaya ehtiyac olmaz. Bir digər misal, tabiin Qatədə rahimallah göstərə bilərik. İbn Əbi Hatim rahimallah Cərh və Tə'dil kitabında atası Əbu Hatimdən nəql edir. Deyir ki, İmam Əhməd ibn Həmbəli eşitdim, Qatədəni zikr etdi və zikrində onu öyüdü. Onun elminin
fikrini, sahabə və tabinlərin ixtilafını və Quran təfsiri bilgisini çoxluğundan danışdı. Və yenə ondan danışaraq deyir ki, Quranın təfsirini, sahabə və tabinlərin ixtilafını biləndir və onun fikri və hifsi ilə vəsf elədi və dedi ki, onun önünə keçəcək az adam taparsan. Onun mislində isə ümid olunar. Yəni, ümid olunar ki, onun mislində kimsə olar elmdə. Və sonra gələn nəsil isə ətbəun tabiin nəsildir ki, onlar da Rasulullah sallallahu aleyhi və səlləmin hədisində təriflədiyi nəsildir. Peyğəmbər sallallahu aleyhi və səlləm insanların ən xeyirlisi olaraq 3 nəsli tərif etdiyi hədisdə belə deyir. İnsanların ən xeyirlisi mənim dövrümdəkilərdir, yəni sahabələr. Sonra onların ardınca gələnlərdir, yəni tabiinlər. Sonra onların ardınca gələnlərdir, onlar da ətbə tabiinlər. Qısaca ətbə tabiin dövrünün öndərlərini sizə tanıdacaq olsam, həmin dövrdə Məkkənin imamı Sufyan ibn Uyeynə, Mədinənin imamı İmam Məlik ibn Ənəs, məzhəb imamı kimi bugün tanıdılan İmam Məlik, Küfənin imamı Sufyan əs-Savri, Xorasanın imamı Abdullah ibn Mübarək, Misrin imamı isə Leys ibn Sad idi. Allah hər birisinə rəhmət eləsin. Yəni, o devirdə bu adını çəkdiklərimdən başqa da çoxlu böyük alimlər var idi. Sadəcə rəhbər olanların, orada xütbələri verən, imamlıq eləyən kəslərin adlarını zikr elədim. Bütün bunlar ümmətin icma ilə imam qəbul etdikləri, elmlərində, əxlaqlarında, dinlərində əmin olan kəslər idi. Allah hər birinə rəhmət etsin. Bunlardan sonra isə İmam Şafi, İmam Əhməd, İshaq bin Rahuya, Əbu Hatim Ər-Razi, Əbu Zura Ər-Razi, İmam Buxari, Muslim, Tirmizi və digər alimlərin yetişdiyi parlaq bir dövr gəldi. Sıraladığımız bu silsilə hər biri özlərindən əvvəlki dövr alimlərinə böyük hörmətlə yanaşmış, onlara qarşı həddlərini bilmiş, onlarda olan elmdən faydalanmış kəslərdir. Ərəb dilini mükəmməl bildikləri halda heç birisi biz Quranı və hədisinin zahirini bilirik, bizə kifayət edər. Bizə alim falan lazım deyil deməmişdilər. Əksinə, alimlərin qədrini bilmiş, onlara qarşı ən gözəl əxlaqla müamilə etmişdilər. Səhabələrin Rasulullaha qarşı əxlaqından bəhs etdik. Tabinlər də həmçinin sahabələrə beləcə böyük ehtiram göstərirdilər. Tanınmış tabinlərdən olan Səid ibn el-Musayyib, rahiməhullah, deyir ki, səhabə Abu Hureyranın məclislərinə həmişə ön sırada oturardı və ona böyük hörmət bəsləyərdi. O deyirdi ki, mən Abu Hureyradan daha çox hədis bilən birini görmədim. O, Peyğəmbərin söylədiklərini heç vaxt unutmurdu. Həmçinin tabinlərdən Qeys ibn Əbu Hazim rəvayət edir. Deyir ki, tabinlərdən olanlar Abdullah ibn Məsudun danışdığı yerdə susardılar. Onun sözlərini diqqətlə dinləyərdilər və ondan icazəsiz danışmazdılar. Onlar onun Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabəsi olduğu üçün xüsusi hörmətə layiq olduğunu bilirdilər. Həmçinin Mücahid rahiməhullah həmişə sahabə olan Abdullah ibn Abbasın elmindən faydalanmaq üçün onun yanında olardı. O deyirdi ki, mən İbn Abbasın qarşısında oturardım və onun elmini dinləyərdim. Onun sözlərindən heç nəyi qaçırtmaq istəmirdim. Və yenə tabinin böyük fəqihlərindən olan Ata ibn Əbi Rabah deyir ki, Ayşə anamızın elmindən istifadə eləyərdi və ona dərin ehtiram bəsləyərdi. O deyirdi ki, Ayşə anamız qədər fiqh bilən birini görmədim. Onun yanında olarkən ehtiramla oturar, hətta onun sözlərini deyir, kəsməyə cəsarət etməzdi. Bu nümunələr tabinlərin sahabələr olan hörmətini göstərir. Və onlar sahabələri yalnızca Peyğəmbər sallallahu aleyhi və səlləmin yoldaşları kimi yox, həm də dini ən gözəl yaşayan və bizə ötürən insanlar kimi qəbul edirdilər. Yenə tabinlərdən olan Tavus ibn Keysan sahabələrin adını çəkəndə əvvəlcə belə dua edirdi. Allah onların hamısından razı olsun. Onlar Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin dostlarıydılar. Biz onların ayağının tozuna da çata bilmərik. Yəni bunlar görün sahabələrə qarşı necə təvazükar idilər. Ətbə tabinlərdən olan böyük alim Sufyan əs-Savri deyir ki, sahabələrin rəyi bizim rəyimizdən üstündür. Onların sözlərini buraxıb, öz fikrini üstün tutan haqq yoldan çıxmışdır. Eynisini ətbə tabinlərdə də görürük. Yəni onlar da öz sələflərini, yəni tabinləri eləcə öyürdülər və onlara tabi olurdular. İmam Məlik ibn Ənəs, yəni ətbə tabinlərin imamlarından İmam Məlik, sahabədən olan, tabiindən olan Said əl-Musayyib haqqında belə deyir. Yəni bunların da sələfi tabinlər idi. Deyir ki, Mədinədə Said bin əl-Musayyib kimi birisini görmədim. O insanların ən alimi idi. Və yenə Leys ibn Sad deyir ki, Məkkədə Əta ibn Əbu Rabah kimi bir alim görmədim.
o səhabələrin elmini ən gözəl şəkildə qoruyub saxlayanlardandır. Yəni, tabiin olan Əta ibn Əbi Rabaxı öyür. Yenə məşhur ətbə tabiin alimlərindən olan İbn Şihab əz-Zuhri, Səlim ibn Abdullah, yəni tabiindən olan Səlim ibn Abdullah haqqında deyir ki, İbn Ömərin oğlu olan Səlim qədər atasının elmini daşıyan və onun yolunu izləyən birini görmədim. Sufyan ibn Uyeynə deyir ki, Məcmu'l Bəhreyn, yəni iki dənizin qovuşduğu yer. Əgər deyir, Məcmu'l Bəhreyn varsa deyir, bu da Mücahid ibn Cəbirdir. Çünki deyir, o səhabələrin elminin əks olunduğu güzgü kimidir. Sonraki nəsillər də beləcə salih sələfə tabi olmaq yoluna uydular. Kimlər bu zəncirdən yapışıb bu silsiləyə tabi oldularsa, Allah onları ucaltdı. Kimlər də bir qarış onların yolundan, onların usuluna kənar çıxdılarsa, şeytan onları saptırdı və xüsrana uğrayanlardan oldular. Allah salih sələfin bu gözəl insanlarına rəhmət etsin. Onların sayı bu saydıqlarımdan qat-qat artıqdır. Sadəcə mövzu uzanmasın deyə qısa qeyd etməyə çalışıram. Sizlərə salih sələfi belə anlatmağımın məqsədləri var. Yəni, xütbənin bir qədər uzun olmasından dolayı haqqınıza halal edin. Sadəcə bu çox əhəmiyyətli bir mövzudur. Və müsəlmanları da həmişə bir arada bu qədər tapmaq olmur. O baxımdan vaxtınızı alsam da sizə bu məsələləri borc bildim ki, çatdırım. Salih sələfi anlatmağın məqsədlərindən biri insanların çoxsu onları tanımır. Tanımadıqları üçün də onlardan bir əsər gəldikdə, onlar vasitəsilə sizlərə bir dəlil zikr edildikdə, insanlar görsən hörmətsizlik edirlər. Dəyərli qardaş və bacılarım, sələfin böyük alimlərini tanıyın. İnsan tanımadığını sevə bilməz. Onları tanıdıqca sevəcəksiniz. Onların sözlərinə etimad edin və hörmətlə yanaşın. Çünki onların sözləri ən səhih mənbələrdən, ən gözəl insanların yolu ilə gəlir. Onların əsərlərinə sarılsanız, Allahın izni ilə bidətlər sizə zərər verməz. Cəhalətin qaranlığından da qorunmuş olarsınız. Bizlərə tövhid dəvəti altında, sələfin etiqadı adı altında gətirilən dəvətin murciə əqidəsinə dəvət olduğu artıq heç kəsə sir deyil. Salih sələfin etiqadı dedikdə, ümumən sələf dedikdə, insanlar əsərlərdə keçən o sələf sözünün Səudiyanın müasir bəlamları olduğunu zənn edirdilər, illər boyu. Və illərlə onların içində olmuş biri olaraq bunu yəqinliklə sizə deyirəm. Biraz sorğulama bacarığı olanlar da, başda Muhammed bin Abdülvahab olmaqla Nəcd alimlərini də zənn edirdilər ki, yəni sələfin sırasında sələf varsa bu Nəcd alimləridir. Artıq müəyyən qədər elmə can atanların gedə bildikləri yer isə İbn Qeym və İbn Teymiyyə qədər idi. Sadəcə demək istəyirəm ki, oyanaq və sələfimizi tanıyaq. Orta əsrdə yaşayanlar və yaxud da son 2 əsrdə yaşayanlar bu alimlər sələf sayılmırlar. Sələf dönəmi qısa da olsa sizlərə zikr etdiyim, yəni bu əvvəlki dönəm, ilk 3 nəsil, onlara tabi olanlar, bunlar sayılır. Bu yanlış dəvət müsəlmanlarda elə bir travma yaradıb ki, bugün də müsəlmanlara İmam Məlikdən və digər alimlərdən nəql zikr edəndə deyirlər ki, biz məzhəbçi deyilik. Son dönəm alimlərin sözünə etibar etdikləri qədər sələfə etibar etmirlər. Halbuki, İmam Məlik Rasulullah sallallahu aleyhi və səlləmə dayanan bir hədis zikr etsə ki, eləyir, bu hədis zincirində cəmisi 3-4 dənə ravi olur. Yəni, onun Peyğəmbərə qədər çatması üçün arada cəmisi 3 nəfər, maksimum 4 nəfər var. Üstəlik bu ravilər İmam Buxarinin səhih kitablarında da ən güvənilir qəbul etdiyi sənədi təşkil edən ravilərdir. Onların elmi ilə son dönəm alimlərinin elmi heç müqayisə edilə bilərmi? Biraz bu barədə düşünün. Sizləri elmdə, usulda, təfsirdə və hədisdə salih sələfə tabi olmağa dəvət edirəm. Onlar bu ümmətin öndərləri idilər. Rasulullah sallallahu aleyhi və səlləmin varisləri də məhz onlar idi. Məzhəb alimi deyib insanların kiçik gördüyü alimlər elə bir elmə sahib idilər ki, bir daha o səviyyələrdəki alimləri heç vaxt gözlərinizlə görməyəcəksiniz. İmam Məlikin Muvattası hədis toplusu olaraq yazılan ilk kitabdır. Yəni, Muvatta yazıldığı zaman nə Buxarinin səhih var idi, nə Müslimin səhih var idi, nə digər hədis kitablarının heç birisi yox idi. İlk kitab İmam Məlikin Muvatta kitabıdır. Usul kitabı olaraq da İslam tarixində yazılan ilk kitab yenə İmam Şafinin Ər-Risalə kitabıdır. İmam Əhmədə gəldikdə isə fitnə dönəmindəki məşəqqətləri, dini qorumaq üçün gördüyü əziyyətlərlə yanaşı, ən çox bu ümmətə alim yetişdirən mühaddis olaraq ilk sırada onun adını zikr edə bilərik. Əbu Hatim Ər-Razi, Əbu Zura Ər-Razi, İmam Əbu Davud, İmam Mərruzi, İbn Hani, özünün oğulları Abdullah və Salih, həmçinin Kəvsəc,
İmam Tirmizi və daha adını sıralaya biləcəyimiz bir çox böyük alimlər var ki, onların hamısı İmam Əhmədin tələbələridirlər. Hətta mənbələrdə İmam Şafinin, yəni İmam Şafi İmam Əhmədin müəllimlərindən olub, İmam Şafinin belə hədis elmində gəlib İmam Əhməddən dərs aldığı, həmçinin İmam Buxarinin ondan fətvalar soruşduğu qeyd edilir. Bu böyük alimlərin qədrini bilək. Nə ayətlərin, nə də hədislərin hamısı zənn etdirildiyi kimi zahir üzərə deyildir. Hər birisinin təfsiri və nuzul səbəbləri var. Hər birisinin hikmətləri və onlardan murad edilən şeylər var. Hökmü qaldırılanlar, bəzən xüsusi bir hala işarət edən xas hökmləri olanlar var. Əmr cümləsi ilə işlənsə də vaciblik və fərzlik qəsd edilməyən, qadağa cümləsi olaraq işlənsə də haramlığı qəsd etməyənləri var. Bunları bilənlər əsrlər əvvəl yaşayan o əsər əhlidir ki, insanların çoxu bugün onların heç adlarını belə bilmirlər. Bu bayram sabahında o kişiləri yenidən xatırlatdım ki, onları tanıyaq, onları sevək və elmi kimlərdən alacağımızı bilək. Ümid edirəm ki, burada məni dinləyən qardaşlarım, həmçinin bizi diqqətlə dinləyən və evlərində gözəl övladlar yetişdirən dəyərli bacılarım, bugün etibarilə atdıqları hər addımda elmi bu əsər əhlindən alaraq müstəqim olan yol üzərində eyni yolda yürüyəcəklər. Çünki mənbələr bir olduğu zaman ixtilaflar da olmur. Yəni, ən azından din nəsli məsələlərində. Digər məsələdə əgər səhabənin və digər xeyirli nəslin bir ixtilafı olarsa, o halda rəylərdən ürəyinə yatanı seçə bilərsən. Bu da o deməkdir ki, həmin məsələdə genişlik var. Lakin onların ittifaq etdikləri məsələdə müxalif olmaq zəlalətdən və sapıqlıqdan başqa bir şey deyildir. Rəbbim bizləri öz razı qaldığı qullarından etsin və Rəbbim bizləri salih sələfin yoluna tabi olan, razı qalınan o kəslərin etdiyi kimi Allaha ibadət edən qullardan etsin. Allah Əzzə və Cəllə bizləri salih kəslərdən etsin ki, cənnəti qazanmağın başqa bir yolu yoxdur. Bizləri salihlərə və sıddıqlara yoldaş etsin. Allahümmə əmin. Bu ayda etdiyimiz ibadətləri Allah Əzzə və Cəllə bizlərdən qəbul etsin. Xətalarımızı əff etsin. Bizi bu aydan təmizlənərək çıxan qullarından etsin. Rəbbim bu bayramda bizim övladlarımız kimi sevinə bilməyən, valideynləri olmadığı üçün, valideyni həbsdə olduğu üçün boynu bükük qalan balaları öz rəhməti ilə sevindirsin. Onlara da çatmağa gücümüz yetmədiyi üçün Allah Əzzə və Cəllə bizləri əff etsin. Dünyanın dörd bir yanında Allahın davası üçün çalışan qardaş və bacılarımıza zəfər nəsib etsin. Xəstə olan müsəlmanlara Allah Əzzə və Cəllə şifa versin. Həbsdə olan müsəlmanları Yusuf Aleyhisselamı izzətləndirdiyi kimi izzətləndirsin. Allahdan diləyirəm ki, bu aydakı ibadətlərimizi həvəslə etdiyimiz kimi, digər aylarda da bunları davam etdirəcək ixlası və gücü bizlərə Allah Əzzə və Cəllə nəsib etsin. Allahümmə əmin, Allahümmə əmin, Allahümmə əmin. Subhanək Allahümmə və bihamdik. Nəşhədu ən la ilahə illə ənt, nəstəğfiruka və tubu ileyk. Təbrikləşə bilərsiniz Allahın iznilə.